2026 model Unive Prestige Sport. Hal-hazırda gündəmdə olan o maşını çəkirəm. Bildiyiniz qədərindən mən Çin maşınlarını heç vaxt sevməmişəm. Niyə? Çünki maşınlar səssiz olub, sakit olub. Amma bu maşın həqiqətən də diqqətimi çəkdi və gəlin bu maşını incələyək. Avtomobilimiz kartla açılır. Deməli, avtomobilimiz tam sportdur. Salonundan da gördüyünüz kimi oturacaqlar, hətta arxa oturacaqlar belə, yəni sport dizayndadır. Avtomatik açılan panoramik tavan. Avtomobilimizdə deməli 3 rejim var. Eko, standart və sport rejimlər buradan dəyişilir bu düymə vasitəsindən. Avtomobilimizdə bir çox funksiyalar mövcuddur. Adaptiv cruise kontrol, 360 dərəcə kamera, simsiz şarj. Avtomobilimizdə həmçinin soyuducu mövcuddur və 2 nəfərlik içki yeri. Benzin sərfiyyatı isə avtomobilimizin 6-7 litrdir və avtomobil sırf benzindir. Plug-in hibrid falan deyil, sırf benzindir. Avtomobil 1.5 turbodur, 192 at gücüdür. İndi isə avtomobili xodduyuram və buradan sport rejimə keçirdirəm. İndi isə gəlin avtomobilimizdə ən maraqlı qismi olan avtomobilimizin səsinə qulaq asaq.